Salam, mən İlhamə. Bu ay həm çox sevdiyim, həm də məmnuniyyətlə istifadə etdiyim məhsulları sizinlə paylaşacağam. Elə məhsullar var ki, ilk dəfə bu ay sınayıram. Elə məhsullar da vardı ki, davamlı istifadə edirdim. Bu ay isə daha çox istifadə etməyə başlamışam. Vaxt itirmədən birlikdə başlayaq. İlk məhsulum Hemişin bu nəmləndirici kremidir. Bu ay mənim üçün ən sevimli nəmləndiricilərdən biri oldu. Yüngül qarpız teksturası sayəsində üzdə ağırlıq hissi vermir və yaz ayları üçün məncə ideal nəmləndiricidir. İçindəki qarpız teksturası sayəsində çox xoş qoxuya malikdir. Dəridə yüngül hiss yaradır. Tez hopur və dəridə qətiyyən ağırlıq hissi yaratmır. Mən artıq bitirmək üzrəyəm. Çox sevərək istifadə edirəm, sizə də tövsiyə edirəm. Digər istifadə elədiyim məhsul isə Yves Rocher'in bu bədən yağıdır. Onu deyim ki, çox uzun müddətlidir və qoxusu çox davamlıdır. Qətiyyən dəridə ağırlıq, yapışqanlıq hissi vermir. Sevdiyim tərəfi isə həm saçlara, həm də bədənə istifadə eləmək mümkün olduğudur. Saçları yanıqdan, günəş yanığından, fen yanığından qoruyur və saçların zərər görməsinin qarşısını alır. Eyni şəkildə bədəndə qabıqlanma varsa, bədən quruluğu varsa, həssas dəriyə maliksinizsə, sevərək istifadə edə bilərsiniz. Digər istifadə elədiyim məhsul isə Dermawaisin bu bronzlaşdırıcı yağıdır. Mən ilk dəfə idi istifadə edirəm. Bir həftə müddətində istifadə elədim. 3-cü gündən artıq əməlli başlı bronzlaşmışdım. Çox miqdarda istifadə eləməyə ehtiyac yoxdur. İlk dəfə istifadə elədiyim məhsullardan biridir. Bir həftəyə 2 nəfər istifadə eləmişik və gördüyünüz kimi hələ də doludur. Bədənizdən çıxandan sonra təzələnməli məhsuldur. Olduqca münasib qiymətlidir. İçindəki kök yağı sayəsində bronzlaşmanı daha da sürətləndirir. Bir digər məhsul isə Şeglamın bu ənliyidir. Ənliyin 3 rəngli olması çox istifadəyə yararlıdır. İstər bronzlaşan zaman, istər bronzlaşdıqdan əvvəl ya da normal yay günlərində rahatlıqla istifadə edilə biləcək bir məhsuldur. Qiymət baxımından da çox münasibdir. Bundan başqa, əgər siz toz ənlik deyil də maye ənlik istəyirsinizsə, bu səfər siz Şeglamın bu maye ənliyindən istifadə edə bilərsiniz. Çox yüngül teksturası var, rəng çeşidləri çoxdur və onu deyim ki, üzdə qətiyyən ağırlıq hissi qoymur, çizgilərə dolmur, çox rahatlıqla istifadə edilir və çox uzun müddətlidir. Digər məhsul isə Yves Rocher'in bu təkləyicisi kömür maskasıdır. Onu deyim ki, maska üzdə olan qara nöqtələri, üzdə olan kiri çox rahatlıqla təmizləyir və üzü daha sonra parıl-parıl edir və yumşaq effekt verir. Əgər günlük çox makyaj edən birisinizsə, həftədə 3 dəfə mən sizə bunu etməyinizi tövsiyə görürəm. Bir digər məhsulumuz isə Şeglamın bu primeridir. Primer o qədər gözəl effekt verir ki, səssizliyini aradan qaldırır. Ümumiyyətlə, tonalni üzünüzdə şüşə effektində qalmırsa, Şeglamın bu primerini mütləq yoxlayın. Digər məhsul isə Biodermanın bu günəş kremidir. Əgər yay aylarında tonalni BB krem istifadə etmək istəmirsinizsə, Biodermanın bu günəşdən qoruyucusunu istifadə edə bilərsiniz. Rəngli teksturası sayəsində üzdə tonalni effekti verir və qətiyyən ağırlıq buraxmır. İstər bronzer çəkin üzərindən, istər ənlik çəkin, tonalni effekti verir, amma yüzdə çox yüngül hiss olunur. Bir digər məhsul isə Şeglamın bu lineridir. Mənim kimi gözünüzə liner çəkə bilmirsinizsə, bu liner tam sizin üçündür. Ucundakı bu peçat sayəsində gözünüzə rahatlıqla linerizi qoya bilir. Suya davamlılığı sayəsində mənim kimi gözünüzdə sulanma varsa, mütləq istifadə edin. Suya davamlılığı sayəsində qətiyyən yayılma hissi buraxmayacaq. Bir digər məhsul isə Yves Rocher'in bu bədən spreyidir. Kokonat qoxusu sayəsində tam yaz ayları üçün idealdır. Spreyi vurduqdan sonra insanda yaz əhval-ruhiyyəsi yaranır. Yüngül və təravətli qoxusu var. Yaz ayları üçün idealdır. İyul ayının məndə ən çox istifadə etdiyim məhsullarından biridir. Bir digər məhsul isə Garnier'in bu vitamin C qarışığı bir nəmləndiricisidir. Əgər həssas quru dəriniz varsa, istifadə etməyi tövsiyə görürəm. Amma bir diqqət etməli məsələ var ki, bundan sonra mütləq günəş kremi istifadə etmək lazımdır. C vitamini həssas dərilərə mənfi təsir göstərə bilər. Günəş kremi istifadə eləmədiyiniz müddətdə ləkə qoya bilər. Ona görə bu nəmləndirici nə qədər yaxşı tərəfləri olsa da mənfi tərəfi odur ki, yay aylarında istifadə zamanı mütləq diqqət eləmək lazımdır. Bunlar iyul ayının məndə ən çox istifadə etdiyim məhsullarıdır. Siz bu məhsullardan hansındansa istifadə eləmisinizmi? Fikirlərinizi mənlə rəy bölməsində paylaşmağı unutmayın. Əgər video xoşunuza gəldisə, abunə olmağı, bəyənməyi, rəy yazmağı xahiş edirəm, unutmayın. Gələn videolarda görüşənədək hələlik.